Azərbaycan çempionu Qarabağ Çempionlar Liqasının liqa mərhələsində növbəti vacib oyununu keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də başlayacaq Qarabağ-Ayaks qarşılaşması həm azərkeşlər, həm də Azərbaycan futbolu üçün tarixi əhəmiyyət daşıyır. Hazırda 7 xalla qrupda 15-ci sırada qərarlaşan köhlən atlar üçün bu oyun həyati əhəmiyyət daşıyır. Heç-heçə belə kifayət deyil, yalnız qələbə onları play-offa yaxınlaşdıracaq. Ayaks isə 0 xalla sonuncu yerdədir və qrupdan çıxmaq şansı yoxdur. Amma atsanlı Hollandlar asanlıqla məğlub olmayacaqlar. Rəqib analizi. Ekspertlər bildirirlər ki, Ayaks Bakıya rahat gələ bilər, çünki artıq play-off üçün şansı yoxdur və psixoloji təzyiqi yoxdur. Amma komanda atsanına görə ciddi oynayacaq. Ehtiyat oyuncular belə yüksək keyfiyyətlidir. Rotasiya ehtimalı var, amma meydanda çıxanlar oyunun səviyyəsini aşağı salmayacaq. Qarabağın gücü və taktiki planı. Azərbaycan çempionu üçün əsas məsələ topa nəzarət etmək, hücumlarda maksimum effektiv olmaq və müdafiədə diqqətli olmaqdır. Boşluq axtarmaq, rəqibi səhvə məcbur etmək və qol imkanlarını səmərəli istifadə etmək həyati vacibdir. Natiq Muxtarlı qeyd edir ki, minimal səhv və maksimum konsentrasiya ilə Qarabağ bu oyunda qalib gələ bilər. Oyun əhəmiyyəti və azərkeş dəstəyi. Stadion dolu olacaq və azərkeş dəstəyi komandaya əlavə motivasiya verəcək. Bu, Qarabağ üçün təzyiq olsa da, eyni zamanda əlavə güc mənbəyidir. Qələbə play-off yolunu açacaq və Azərbaycan futbolu tarixində ən böyük uğurlardan biri olacaq. Gələcək oyunlar. Almaniya klubu Eintracht Frankfurt və İngiltərə təmsilçisi Liverpool ilə qarşılaşmalar daha çətin olacaq. Ona görə də sabahki oyun tarixi əhəmiyyət daşıyır və Qarabağın 10-cu xalı qazanması böyük önəm kəsb edir. Ağa olaraq proqnozumuz Qarabağ 2-1 qalib gələcək. Azərkeşlər hazırlansın. Bakıda möhtəşəm futbol gecəsi bizi gözləyir. Sizcə, Qarabağ sabah Ayaksa qalib gələ biləcəkmi? Kommentlərdə fikrinizi yazın. Daha çox xəbər və futbol analizləri üçün kanalımıza abunə olun və bildirişləri açmağı unutmayın.